Blok imtahanda istifadə olunmuş belə bir limit sualına baxaq. Limit n yaxınlaşır sonsuzluğa 7n plus 1 vurulsun sinus 1 bölünsün n limitini hesablamalıyıq. Deməli biz burada bu sualı birinci görkəmli limitə gətirərək həll edəcəyik. Burada sadəcə müəyyən dəyişikliklər etməliyik. Yazaq ki, limit n yaxınlaşır sonsuzluğa 7n plus 1'i bu şəkildə yazacağım. Ümumi olaraq ifadəni bu şəkildə yazacağım. Bunu surətdə yazıram. 7n plus 1 vurulsun sinus 1 bölünsün n bölünsün. Məxrəci bu şəkildə yazıram. N vurulsun 1 bölünsün n. Burada sadəcə forma dəyişəcək. Yəni mahiyyət olaraq, yəni eyni olaraq qalır. Sadəcə məxrəci n vurulsun 1 bölünsün n şəklində yazdım. Niyə? Çünki burada məqsədim birinci görkəmli limitə gətirməkdir. Və mən bunu ayrı-ayrı fasilə şəklində göstərsəm, limit n yaxınlaşır sonsuzluğa 7n plus 1 bölünsün n vurulsun limit n yaxınlaşır sonsuzluğa burada qaldı artıq sinus 1 bölünsün n bölünsün 1 bölünsün n. Burada qırmızı olan hissə artıq mənə birinci görkəmli limiti verdi və bu qiymətcə 1'ə bərabərdir. O zaman bu da bərabərdir. Limit n yaxınlaşır sonsuzluğa. Bu ifadədə isə mən hər tərəfi surətdə isə məxrəcəsi hər tərəfi n-ə böləcəm. Yəni yuxarını da alacaq 7n bölünsün n plus 1 bölünsün n. Məxrəc olacaq n bölünsün n vurulsun 1. Bərabərdir. Burada 1 bölünsün n sıfıra gedər. N bölünsün n bu qiymətcə mənə 1 verəcək. Burada isə n'lər gedəcək, qalacaq 7. Yəni bərabərdir. 7 bölünsün 1 vurulsun 7. Daha doğrusu vurulsun 1. Bu isə bərabərdir 7 olacaq. Yəni doğru cavabımız D variantı olmuş olacaqdır.